Ramiz Rövşənin bir qoca qarı haqqında bir bənd şeiri var. Deməli, qoca qarıdır, tək yaşayıb bir ömür və ölüm gəlib son anda ruhunu almağa. Deyir ki, qarı, qız qarı, yalqız qarı, qız qarı və ailə qurmayıb bu xanım. Deyir ki, dur qazan as. Heç kim deyir, indiyə qədər sənin evindən az getməyib. Hamı yeyib gedib nəsə. Dur qazanas, ölüm acdır deyəsən. Bəh, bəh, bəh. Möhtəşəm deyə ilahi. Bax, biz buyuq da, biz buyuq. Bizim kökümüz var, dəyərlərimiz var. Sadəcə olaraq bu dəyərləri ölüm acdır deyəsən. Evə qonaq gəldi, mütləq yesin geçsin. Mənim nənəm elə bir xasiyyəti var idi. Evə qonaq gəlib, ay nənə, yox, mütləq yemək bişməlidir. Təkcə mənim nənəm deyil, Azərbaycanın bütün nənələri belə olublar. Ona görə, Vüqar müəllim, insan o gözəlliyi görəndə ona heyran olur da, gözəlliyi, ətri göstər, onu qoxulasın, gözəl qoxu saçan gülü. Sevmək hünər deyil. Əsas o gülü ortalığa çıxart. O insanlar onu görsünlər. Təqdimat eləməkdir onu. Təqdimat.